Hoş geldiniz. Sağınızda çok. Biraz siz de bilirsiniz, bugün məşqimiz canlı yayında müsahibədəydi. Sizə bir başa suallarla başlayabiliriz. Bir başa suallarına zəhmət olsa növbə ilə bir də imkan varsa, bizim mikrofonumuz varsa, mikrofonu da səsləndirək. Buyurun. Gol vurmaq üçün imkanlarımız da oldu. Birinci hissədə Ramin Şeydayev və ikinci hissədə 2-3 dənə momentimiz oldu. Əfsuslar olsun, qapının içindən belə düşə bilmədik. Yəni bu həmən vurduğumuz qollar oyunu uda bilərdi ya bərabərlik eləyə bilərdi. O anlama gəlməsin. Çünki soyuq başla təhlil edəsək, rəqibin də momentləri bizdən daha da çox idi. Niyə qol buraxdıq? O məsələdə əsas bu illəri mütəmadi hər oyunda davam edən proseslərdir. Yəni, deyim ki, oyun başlayanda oyunun gedişatı və oyunun içində oynayan futbolçular həddindən artıq çox rotasiyalar əl atmışdıq. Bu da məlum məsələdir, kubuk düşünürdük və bizi, yəni mən bu komandaya gələndən həddindən artıq böyük problemə çevrilən bu zədə problemləri idi və oyuna yaxşı başlamışdıq, yaxşı həddindən artıq disiplina qoruyub saxlayırdıq. Yəni, çalışırdıq hücumlara keçək, amma əfsuslar olsun, yenə təkrar edirəm, bu illəri başımızın bəlası o fərdi insanların səhvləridir ki, o da gətirdi, arda-arda qollara gətirdi, çıxartdı. Durduğumuz yerdə top itirdik, qapısı məsələsi. Yəni, belə şeylər futboldur, olur. Məncə səbəbləri də budur, bugünkü oyunda. Bir tərəfdən Azərbaycan deyirsiniz, digər tərəfdə sabah bir 4 il tamam olacaq, Qarabağa qalib gəlməyinə bunu necə şərh edirsiniz? Qalında əvvələn Murad məndə doğru onun hazırlıq səviyyəsindən aldı. Birinci o derbi məsələsinə gələm, Azərbaycan derbisidir və başa düşüləndir. Yəni bizi istəyən, Neftçini istəyən insanları da anlamaq olar ki, yəni bu oyundur, fərqi yoxdur, sən 3 gündən sonra, 4 gündən sonra kubok oynayırsan, fərqi yoxdur, sənin heyətində bu qədər zədəllər və kuboku nəzərə alaraq rotasiya, bu derbidir və buradan qalib gəlməlisən. Bunları başa düşürəm, bunlara bir cavab olaraq söz tapa bilmirəm. Murada gəldikdən sonra reallıq var, yəni ard-arda Murad oynadığı pis oyunlardan sonra, hansı ki biz onu pis oynadı deyə belə bir şeylər yoxdur. Muradı nə silmişik, nə bir şey. Uşaq futbolçu bir şey olaraq elə bir ki